Ceyhun müəllim, istəyirsiniz biz başlayaq təlimə. Digər müəllimlər də qoşulur hamısı yavaş-yavaş. Evet, sen başla giriş ver. Yaxşı. Aha, başladırıq. Hörmətli iştirakçılar, hər birinizi Dərya Qrup tərəfindən təşkil olunan vebinarda xoş gördük. Bugünkü mövzumuz peşəkar müəllim inkişafı üçün strategiyalar mövzusudur. Qonağımız isə hörmətli millət vəkili Ceyhun Məmmədovdur. Onunla vebinarımızda siz suallarınızı yaza bilərsiniz. Həmçinin də əlinizi qaldıraraq sualınızı da verə bilərsiniz. Ceyhun müəllim, sizi salamlayırıq. Bugünkü vebinarımızda xoş gördük. Mən Sizə də təşəkkür buyur. e, Buyur. Dəvətimizi qəbul edib qoşulduğunuz üçün sizə xüsusi təşəkkür edirik. Söz sizdədir. Fikirlərinizi səsləndirdikdən sonra isə interaktiv müzakirə olacaq. Müəllimlərimizin sizə sualı olacaq. Söz sizdədir. Buyurun. Mən də sizi, həm də bizi izləyən bütün müəllimlərimizi salamlayıram. Ümid edirəm ki, maraqlı bir görüşümüz olacaq və eyni zamanda mən də düşünürəm ki, iki istiqamətdə bugünkü müzakirəmizi quraq. Bir, mən çıxış edəcəm. Sonra isə siz kimin sualı varsa sualını verər və onun ətrafında müzakirələrimizi davam etdirərik. Demək, mövzumuz çox maraqlı mövzudur. Mən çalışacağım əsasən söhbətimizi müzakirə əsasında qurum, yəni praktika əsasında qurum və tövsiyələrimi müəllimlərimiz üçün verim. Demək, biz mövzu belə seçilib ki, peşəkar müəllim inkişafı üçün strategiyalar. Bəli. Yəqin ki, hər bir insanın arzusu peşəkar bir öz sahəsi üzrə mütəxəssis olmaqdır. Bu bəzən heç də həmişə hamının arzuladığı bir məsələ olmur, amma mən düşünürəm ki, hər bir insan seçdiyi, çalışdığı sahənin ən peşəkarı olmağa çalışmalıdır. Yəni, mən onu xüsusi vurğulayıram və bütün müəllimlərimizə də tövsiyə edirəm ki, mütləq şəkildə onlar çalışsınlar ki, öz işlərinin peşəkarı olsunlar. Və peşəkar olmaq üçün nələr etmək lazımdır, hansı addımlar atmaq lazımdır. Birinci, mən çox fikirləşdim, ona görə düşünürəm, ən birinci biz ümumi vəziyyət necədir, ona nəzər salaq və ondan sonra digər bizim məsələlərə keçək. Birinci onu qeyd etmək lazımdır ki, ümumiyyətlə mən bütün görüşlərdə də deyirəm, müəllimlik ən müqəddəs peşədir, ən şərəfli peşədir. Eyni zamanda müəllimlik çox çətin bir peşədir, ağır bir peşədir, məsuliyyətli bir peşədir və eyni zamanda biz onu qeyd etməliyik ki, bizim müəllimlərimiz çox fədakardırlar, çox çalışqandılar ümumi götürdükdə və bizim bugün cəmiyyətimiz bir çox uğurlarını bizim müəllimlərimizə borcludur. Şəraitə gəldikdə bugün mən bunu real vəziyyəti təsvir etmək üçün deyirəm. Müəllimlərin işi çox çətindir və çox mürəkkəbdir. Çünki sanki bütün şərait, bütün mühit, bütün proseslər müəllimin əleyhinə yönəlib. Yəni, sanki bəlkə də bu hissləri bəzən çoxlarınız keçirirsiniz. Müəllimlər düşünür ki, təkdirlər. Çünki burada bir çox səbəblər var. Yəni, səbəblərdən biri odur ki, bugün uşaqlar hər yerdə rahatdırlar, azaddılar, sərbəstdilər. Valideynlər övladlarını çox ərkən böyüdürlər. Bugün valideynlərin bir hissəsi övladına tərbiyə vermir, verə bilmir, ya tərbiyəsi yoxdur, ya vaxtı yoxdur, ya vaxt ayırmır. Və bütün gözləntilər hamısı müəllimdəndir ki, müəllim möcüzə yaratsın. Və o mənada müəllimin işi çətindir. Müəllimin onda işi daha asan olardı ki, bütün şərait,
bütün mühit müəllimin yaxşı fəaliyyət göstərməsinə yönəlsin və ona töhfə versin. Bu yerdən yerə dəyişə bilər, amma bugün faktik olaraq elədir. Yəni valideyn də müəllimdən tələb edir, rəsmi qurumda, məktəbdə, hamıda və müəllim bunları yerinə yetirməyə çalışır. Amma təəssüf ki, bir sıra hallarda valideyn ən azından müəllimin yanında olmur. Və belə bir çətin mühit var, şərait var. Üstəgəl MİQ, üstəgəl sertifikasiya və s. Və bir sıra hallarda müəllimlər bu proseslərdə müəyyən mənada yorulurlar. Amma mən yenə də ona gəlirəm ki, nə qədər çətin olsa da, nə qədər mürəkkəb olsa da, müəllimlər bütün potensiallarını və güclərini ortaya qoyaraq təsirimizin daha da güclü olması üçün çalışmalıdırlar. Hamı mikrofonu söndürsün də, xahiş edirəm. Ya ümumi söndürün. Mikrofonları söndürün. Söndürək mikrofonları. Demək, burada o mənada kifayət qədər mürəkkəb bir prosesdən söhbət gedir. Amma bu bir reallıqdır ki, bizim bir yolumuz var. O da təhsildir, başqa yolumuz yoxdur. Biz savadlı, bilikli gəncləri yetişdirməliyik. Çünki bizim bugün dünyaya baxdıqda gördüyümüz odur ki, dünyada elə bir ölkə yoxdur ki, savada, biliyə, elmə önəm vermədən inkişaf etsin. Yəni biz mütləq şəkildə savadlı, bilikli gənclik yetişdirməliyik. Amma yalnız savadlı, bilikli yox, eyni zamanda şəxsiyyət formalaşdırmalıyıq. Eyni zamanda mənəvi baxımdan da güclü bir gəncliyin yetişdirilməsi üçün çalışmalıyıq. Mən indi bayaq dedim, yəni bir anlıq düşünün ki, uşaq məktəbdədir, məktəbdən çıxır, mən bugün parlamentdə də mənim bir çıxışım oldu, bugün səhifəmdə paylaşmışam biraz bundan əvvəl. Yəni virtual aləm var, sosial media var, televiziya var, küçə var və s. Yəni uşaqların tərbiyəsinə məktəbdən də, müəllimdən də daha çox təsir edən bir çox faktorlar var. Və ümumilikdə biraz da dərinə geçsək, tərbiyə prosesi, təlim prosesi çox ağırlaşıb, çox mürəkkəbləşib və deyə bilərik ki, müəyyən mənada da bu sistem pozulubdur. Ona görə biz maksimal dərəcədə, yəni bu proseslərin içərisində elə bir formada fəaliyyətimizi qurmalıyıq ki, əsas amalımızdan və məqsədimizdən uzaqlaşmayıq. Yəni, mən gənclərlə çox sıx işləyirəm, ünsiyyətdə oluram, getdikcə problemlər daha da artır, daha da çoxalır və bu bizi narahat etməlidir. Ailə institutu zədələnir, ictimai münasibətlər zədələnir, mənəvi aşınma gedir, degradasiya gedir və bunun bir yolu var, o yolda odur ki, tərbiyə və təhsil məsələsinə biz önəm verməliyik. Gəlirik demək, bir məsələni qeyd edim. Bu yaxınlardan mənim bir tələbəm, yəni tanışım, mənə dedi ki, mənim anam bağçada işləyir və bu hallar tez-tez olur. Bəs uşağa söz deyib, valideyn gəlib məktəbə müəllimlə dalaşır ki, sən kimsən ki, mənim uşağıma söz deyirsən. Yəni, hətta valideyn artıq müəllimin uşağa tərbiyəvi söz deməsinə, bəzən tərbiyəvi yöndə istiqamətləndirməsinə də bir sıra hallarda normal yanaşmır. Çünki əgər məktəb, əgər ailə, əgər mərkəzi icra hakimiyyəti yaxşı mənada müəllimin yanında olmasa, bizim işimiz çox çətinləşir.
Ben ona göre dedim ki, sanki müəllim bəzən düşünür ki, o tək qalıb, kifayət qədər öz dəstəyini ala bilmir və bu özünü bir sahalarda açıq göstərir. Və gəlirik, yəni müəllim necə inkişaf etməlidir və müəllim tədris prosesində nələrə fikir verməlidir və nələrin üzərində xüsusi bir formada işləməlidir və çalışmalıdır. Və burada bir neçə məqam var. Birinci, e, müəllimlər nəzərə almalıdır ki, e, artıq uşaqlarla cəza üslubunda danışıq effekt vermir. Yəni tutaq ki, illər öncə bizi müəllim küncə qoyardı, müəllim bizi döyərdi, müəllim bizi sillələyərdi, amma heç kim ona heç nə deməzdi. İndi isə müəllim əgər özünü idarə edə bilməsə, uşağa bir sillə vursa, bütün ölkə başlayacaq müəllimdən yazmağa və müəllim haqqında danışmağa və hamı da müəllimin üzərinə düşəcək. Bu əvvəl daha çox baş verirdi, şükür indi azalıbdır. O görə də burada artıq proses nədir? Müəllim uşaqla daha çox, indi baxır uşağa, baxır vəziyyətə, şəraitə, müəllim daha çox motivasiya, təşviq, müəyyən mənada tərif yolunu seçməlidir. Yəni bizim hazırki dövrdə qışqırmaqla, asmaqla, kəsməklə məsələnin həll imkanlarımız çox məhduddur. Çünki yenə də gəlirəm, yəni mən bu barədə çox da fikirlərimin üstündə dönə-dönə durmaq istəmirəm, amma bugün çox təəssüf ki, elə uşaqların tərbiyəsinin əksər hallarda onların ailələri pozur. Ailə uşağı çox ərköyün böyüdür, uşağın nazı ilə oynayır, imkanı olsa onun yerinə məktəbə də gedər, onun dərsini də eləyər. Hamısı uşaqları əllərində saxladığına görə indiki uşaqlar artıq məktəbdə ona kimsə nəyisə deyəndə və hardasa nəyisə deyəndə buna çox sərt bir reaksiya verir. Ona görə də burada e, bir məsələ odur ki, mən ciddi bir formada tövsiyə edirəm ki, bizim hazırki situasiyada yəni seçimimiz çox deyil. Ona görə də mən nəyi tövsiyə edirəm? Baxın, yəni e, indi bizim ümumi sistemimiz belə qurulub ki, daha çox müəllim danışır, şagird dinləyir. Daha çox müəllim danışır, tələbə dinləyir. Və o mənada bugün, yəni mənim müəllimlərə tövsiyəm odur ki, birinci, yəni peşəkar olmaq üçün siz nə etməlisiniz və nələrə fikir verməlisiniz. Birinci istiqamətdə, indi mən bayaq bəzi o üslubla, davranışla bağlı məsələləri dedim. Yəni çox çətin olsa da, mürəkkəb olsa da, yəni misal üçün mən həmişə bu sualı verirəm və deyim. Məsələn, müəllim kimdir? Müəllim yalnız bilik verəndir? Xeyr. Müəllim bilik verəndir, müəllim dəyər ötürücüsüdür, milli mənəvi dəyərlərimizi çatdıran şəxsdir. Müəllim uşaqların qəlbinə toxunmağı bacaran, müəllim uşaqların qəlbinə yol tapmağı bacaran şəxsdir. Yəni siz indiki situasiyada hamı uşaqları ərköyün böyütdüyünə görə baba da, nənə də və başqaları da bu istiqamətdə davamlı olaraq onların nazı ilə istəklərini yerinə yetirməklə məşğul olduğuna görə artıq bu situasiyada siz uşaqlarla, yəni qışqıraraq, asaraq, kəsərək, yenə deyirəm, bu uşaqdan uşağa dəyişə bilər. Mən buna birazdan gələcəm. Amma siz daha çox təşviq, motivasiya yolunu tutmalısınız. Və bu mənada birinci qaydada müəllim demək davamlı üzərində işləməlidir. Bizdə köhnədən belə bir düşüncə qalıb ki, yəni universiteti bitirdim, bitdi. Da mənim işim bitib, mən heç nə oxumamalıyam, heç nə araşdırmamalıyam.
Mən tövsiyə olaraq, yəni ona gəlirəm ki, müəllim özünün davamlı olaraq peşəkar bilik və bacarıqlarını artırmalıdır. E, Müəllim eyni zamanda psixoloq olmalıdır. Yəni hər bir uşağın portretini cizməyi bacarmalıdır. E, Cızmağı bacarmalıdır. Çünki siz uşağın xarakterin, xüsusiyyətin bilib ona uyğun addımlarınızı atmalısınız və bunun da yolu odur ki, mütləq psixoloji kitabları oxumalısınız. Məsələn, bu nə dərəcədə real olsa da, olmasa da, yəni siz tutaq ki, alfa nəslinə kimdir, Z nəsli kimdir, beta nəsli kimdir? Yəni siz ümumiyyətlə mütləq şəkildə müəllim davamlı olaraq o psixoloji kitabları, fərdi inkişafla bağlı kitabları və videoları dinləməli və o istiqamətdə özünün biliklərini inkişaf etdirməlidir. Yəni o mənada mən düşünürəm müəllimdə olması gərəkən məsələlərdən biri psixoloji baxımdan hazır olmaq və uşaqların psixoloji portretini cızmağı bacarmaqdır. Yəni müəllim sinifə baxanda artıq özü üçün bir strategiya müəyyənləşdirməlidir ki, bu uşaq hansı xüsusiyyətə malikdir və mən onunla necə davranmalıyam. Bu uşaq necədir, o uşaq necədir, bu uşaq necədir və bu mənada müəllim davamlı olaraq mütaliə etməlidir, psixologiya kitablarını oxumalıdır, psixologiya videolarına baxmalıdır. Bizim üstünlüyümüz ondadır ki, çoxlu türkçə bu mənada kitablar, əsərlər var, videolar var. Bəzən mən özüm də onları baxıram, yəni onları izləyirəm. Yəni müəllim davamlı olaraq mütaliədə olmalıdır ki, yeni psixoloji nəzəriyyələr nədir, yanaşmalar nədir? Mən istəmirəm çox tənqid quram, söhbətimi tənqid üzərində, amma problem ondadır ki, bizim universitetlərimizdə verdiyimiz biliklər də yetərli deyil. Yəni ona görə mən uşaqlara həmişə deyirəm ki, siz universitetdə aldığınız biliklər 5%, 10%, 20%, amma bu biliklər yetərli deyil. Siz özünüz əlavə üzərinizdə işləməlisiniz. Və bu mənada müəllim davamlı mütaliə eləməlidir, araşdırmalıdır ki, necə, hansı formada uşaqlarla davranmalıdır və bunun yolu psixologiya, psixoloji kitabların oxunmasıdır, araşdırılmasıdır. Siz əgər bununla məşğul olsanız, Türkiyədə çoxdur. Mən tezdən idman eləyəndə o videoları YouTube-dan köçürürəm, onlara baxıram, qulaq asıram, özüm üçün qeydlər götürürəm. Çox həddindən artıq maraqlı belə videolar var, maraqlı yanaşmalar var və eyni zamanda burada müasir dövrün insanını psixologiya idarə edir. Biz indi maşallah günü-gündən psixoloqlarımızın sayı artsa da, amma burada bizi narahat edən xeyli məsələlər var. Ona görə yəni müəllimin psixoloji bilikləri, müəllimin psixoloji hazırlığı çox önəmlidir və ona görə mütləq şəkildə bu mütaliə vacibdir. İkinci, mən tez-tez forumlarda oluram, tədbirlərdə oluram və bu bəzən həm bizim mütəxəssislərin, bəzən Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə çox maraqlı forumlar olur. Və indi bugün burada iştirak edən müəllimlər yəqin ki, onlarda da iştirak edirlər. Mütləq şəkildə bu forumlarda, tədbirlərdə, görüşlərdə, konfranslarda mən iştirakı sizə tövsiyə edirəm. Misal üçün bir müddət bundan əvvəl Slavyan Universitetində çox yaxşı bir konfrans var idi. Türkiyədən də mütəxəssislər gəlmişdi. Elm və Təhsil Nazirliyi, Slavyan Universiteti, başqa bir neçə müəssisə. Ya bu seminarlarda, təlimlərdə mütləq şəkildə iştirakı mən sizə tövsiyə edirəm. Növbəti bir mənim tövsiyəm isə
Əgər siz istəyirsinizsə ki, dərsiniz daha faydalı olsun, daha təsirli olsun, daha uğurlu olsun, mütləq şəkildə mən təqdimatlardan istifadəni önəmli hesab edirəm. Yəni slaydlardan, təqdimatlardan istifadəni sizə tövsiyə edirəm ki, bu uşaqlara daha çox təsir göstərəcək, daha aydın bir təsəvvür, daha aydın fikir yaradacaq. Əgər sizin belə bir imkanlarınız varsa, bunu mütləq şəkildə eləməyə çalışın və bu sizə görəcəksiniz ki, öz tövhəsini mütləq şəkildə verəcək. Mənim ən çox tövsiyə etdiyim məsələlərdən biri bu şəxsi keyfiyyətlə bağlıdır. Düşünürəm müəllimin ən çox səbrə ehtiyacı var, təmkinə ehtiyacı var. Hər bir işdə səbr yaxşıdır, təmkin yaxşıdır, amma xüsusilə müəllimlikdə səbr, təmkin, dözüm çox önəmlidir. Çünki o gün ərzində olan gərginlik, proseslər, vəziyyət, yəni mən bayaq ümumi vəziyyəti təsvir eləməyə çalışdım və ona görə də bu fonda özünüzdə səbir, dözüm və təmkin. Yəni tutaq ki, müəllim sertifikasiyaya girəcək, gündə bir bəyanat verilir, təhsillə bağlı dəyişiklik baş verir, falan məsələlər gedir. Ona görə səbrlə, təmkinlə proseslərin demək davam etməsini və proseslərdə öz təmkinini qorumasını mən mütləq şəkildə bizim müəllimlərimizə tövsiyə edirəm. Mənim ən çox tövsiyə etdiyim məsələlərdən biri bütün görüşlərimdə həmişə deyirəm, paylaşımlarımda da deyirəm. Mən tövsiyə edirəm ki, bizim heç birimiz öz peşəmizə xəyanət etməməliyik. Yəni, bu çox önəmli bir məsələdir. Yəni biz giririk sinifdə dərs deyirik və ona görə maaş alırıq. Kiməsə az gələ bilər, çox gələ bilər. Amma biz razılaşmışıq ki, həmin maaş əsasında girək sinifdə dərsimizi deyək. Biz çalışmalıyıq ki, aldığımız pulun haqqını verək. Yəni, vaxtı səmərəli keçək, düzgün quraq, uşaqların inkişafına töhfə verək, onların daha da bilikli olmasına, daha da savadlı olmasına əlimizdən gələni əsirgəməyək. Növbəti bir şəxsi keyfiyyətlə bağlı mən mütləq şəkildə tövsiyə edirəm ki, biz onda daha uğurlu bir təhsil sistemi, daha uğurlu təhsil bir vəziyyəti qura bilərik və daha çox uğur əldə edə bilərik ki, biz qarşımızdakı uşaqları öz yerimizə qoymağı bacarmalıyıq. Yəni, mən qarşımdakı uşağa öz övladım kimi baxmalıyıq və ona elə yanaşmalıyıq. Yəni, başqasının uşağıdır, elə yox. Yəni, sanki biz öz uşağımıza bəst eləyib və öz uşağımızı yönləndiririk və bu çox vacib bir məsələdir. Digər bir önəmli məsələni mən üzərində durmaq istəyirəm ki, bəzən bizdə çox geniş müzakirə olunur. Müəllimin vəzifəsi yalnız bilik ötürməkdirmi? Xeyr, mən düşünürəm ki, müəllim yalnız bilik ötürməli deyil. Müəllim dəyər ötürücüsüdür, tərbiyə ötürücüsüdür. Yəni, müəllim düşünməməlidir ki, girdim sinifə, dərsimi dedim, çıxdım. Məsələn, mən universitetdə dərs deyirəm və bunu demək həmişə edirəm. Dərsin bir 5 dəqiqəsini, 6 dəqiqəsini, 7 dəqiqəsini tərbiyəvi söhbətlərə həsr edirəm. Yəni, uşaqlara mütləq həm də onlarla tərbiyəvi söhbətləri qurmağa və aparmağa çalışıram. Çünki bunun mən düşünürəm ki, çox böyük bir töhfəsi var. Mən düşünürəm, uğurlu təhsil modeli üçün mütləq şəkildə məktəb, ailə, müəllim arasında düzgün kommunikasiya olmalıdır.
düzgün ünsiyyət olmalıdır. Mən anlayıram bu biraz çətindir. Xüsusilə də son vaxtlar çətinləşib. Amma mən düşünürəm ki, məktəblə ailənin əməkdaşlığı olmadan, məktəblə valideynlə müəllimin əməkdaşlığı olmadan, kommunikasiya olmadan biz bu prosesi tam həyata keçirə bilməyəcəyik. Əvvəllər müəllim iclası var idi. İndi bəziləri bunu bəyənir, bəyənmir. Mən hesab edirəm bu iclaslar olmalıdır. Yəni valideyn iclasları, yəni bir kommunikasiya olmalıdır. Çünki baxın, şəxsiyyət iki institutda formalaşır. Bir ailədə, bir də məktəbdə. Əgər ailə ilə məktəb arasında bir düzgün kommunikasiya olmasa, əlaqə olmasa, ünsiyyət olmasa, məlumat mübadiləsi olmasa, bu kifayət qədər çətin bir proses olacaq. Yəni, uşaq evdə özünü necə aparır, məktəbdə necə aparır, məsələlər hansı formadadır və hansı qaydada yerinə yetirilir. Bax, bu mənada da, bu istiqamətdə də, yəni kommunikasiya, ünsiyyət, əməkdaşlıq önəmlidir və düşünürəm ki, nəzərə alsaq ki, biz dövləti təmsil edirik, nəzərə alsaq ki, bizim gələcəkdə vəziyyətimiz uşaqlardan asılıdır və burada hesab edirəm ki, müəllimlərin üzərinə ciddi bir vəzifə düşür ki, məktəb, müəllim bu kommunikasiyanı qurmağı bacarmalıdır. Əgər bu kommunikasiya olmasa, üzr istəyirəm, bu ünsiyyət olmasa, bu davamlı əməkdaşlıq olmasa, çətin olacaq. Çünki söhbət ondan gedir ki, uşağın vəziyyəti haqqında məlumatlı olmaz. Bilirsiniz, burada məsələ necədir? Bu universitetdə də belədir, bu məktəbdə də belədir. Uşağın hansısa müəyyən problemləri ola bilər, çətinlikləri ola bilər. Siz müəllim kimi bunu hardasa bilməlisiniz ki, siz bunu müəyyən qədər sinifdə idarə edə biləsiniz. Tutaq ki, ailədə söz-söhbət var. Yəni, bəzən sizə çox sağlam gələn uşaq, əslində heç də problemsiz görünən uşaq heç də o demək deyil ki, onun heç bir problemi yoxdur. Mən bunu bir neçə dəfə görüşlərdə demişəm. Mən İlahiyyat İnstitutu rektoru işləyəndə baxdım bir anlıq. Qərara gəldim ki, baxdım uşaqlara və bütün uşaqların hamısına məcburi qaydada psixoloqla görüşə dəvət etdim. Və bütün bizim universitet çox böyük deyildi. Bütün uşaqların hamısı psixoloqdan keçdi, amma məxfi şəkildə və hamısı haqqında bir arayış hazırlandı. Və mən onda baxdım ki, yəni mənim də, müəllimlərin də çox sağlam hesab etdiyi bəzi tələbələr var ki, əslində o elə deyil. Yəni, əslində o uşağın özünün bir çox problemi var. Misal üçün, siz çox təəssüf ki, müasir dövrdə bu hallar daha da artıb. Tutaq ki, əvvəl valideynlər övladın yanında mübahisə etməzdilər. Amma indi bir xeyli ailədə valideynlər mübahisə edir. Və bu uşağın psixologiyasına təsir göstərir. Birinci nəzərə almalıyıq ki, uşaqlar çox həssasdırlar. Böyüklərdən də həssasdırlar. Və ona görə də burada o uşağa psixoloji dəstək, onun vəziyyətini bilmək, onun şəraitini bilmək, ailəsini bilmək. Misal üçün, bizdə əvvəl bir türk liseyləri fəaliyyət göstərirdi. Onlar bir çox hallarda uşaqların evlərinə gedirdilər. Valideynlərlə görüşürdülər. Elan edirdilər ki, biz sizin evinizə gələcəyik. Bu, dünyanın başqa yerlərində də tətbiq olunur. Bu, çox əksər hallarda çox yaxşı bir effekt verirdi ki, direktor ya iki müəllim hansısa şagirdin evinə gedib, valideynlə söhbət edirdi.
ona təşəkkürünü bilirdi, bir ünsiyyət yaranırdı, bir əməkdaşlıq qurur. Çünki bilirsiniz, mən yenə də gəlirəm. İstənilən bir addım üçün, qərar üçün sizin düzgün informasiyanız olmalıdır. Tutaq ki, uşaq gəlibdir, dərsdədir, dərsini öyrənməyibdir və ya narahatdır və ya gərgindir. Yəni siz ona bəzən valideyn kimi nəvaziş göstərməlisiniz, bəzən dost kimi və s. Amma müəyyən çərçivələri gözləmək şərti ilə. Mən çox tövsiyə etmək istədiyim məsələlərdən biri ədalətli olmaqdır. Mənim bir sıra hallarda müşahidə etdiyim məsələlərdən biri bəzən müəllimlərin uşaqlar arasında ayrı seçkilik etməsidir. Yəni siz əgər uşaqlardan yaxşı nəticə əldə etmək istəyirsinizsə, uşaqların sağlam böyüməsini istəyirsinizsə və bu yöndə onların inkişafından nail olmaq istəyirsinizsə, siz mütləq şəkildə ədalətli olmalısınız. Əgər uşaq hiss eləsə ki, siz Həsəni Məmməddən seçirsiniz, ya anasına görə, ya sizə nəsə eləyib ona görə, ya xoşunuz gəldiyinə görə bu təhsil mühitinə ciddi təsir göstərəcək. Və uşaqlar ciddi bir formada buna görə sıxılacaqlar, bəzən büruzə verməyə bilərlər. Amma bunu biz bilməliyik ki, ədalət məsələsi, ədalətli qiymət, ədalətli davranış, ədalətli münasibət çox önəmlidir. Biz unutmamalıyıq ki, müəllim nümunədir. Yəni valideyn nümunədir. Biz nə qədər tutaq ki, uşaqlara tövsiyə eləsək ki, siz yalan danışmayın, özümüz yalan danışırıqsa, uşaq sizin dediyiniz yox, etdiyinizi edəcək. Yəni ona görə mən deyirəm ki, indi mən gənclərin çoxunda görürəm ki, şəxsiyyət pozukluğu var, yalan danışırlar və bunun da kökündə nə durur? Yəni bizim indi açıq danışaq, mən ən xoşuma gəlməyən şey, ən pis baxdığım şey yalandır. Nə baş versin, mən heç vaxt yalan danışmıram və səbəbi izah edim. Bu oldu, o oldu, B oldu. Amma yalandan min dənə bəhanə gətirmək, o belə oldu, lazım deyil. Dürüst olmaq lazımdır və dəqiq olmaq lazımdır. Ona görə də bu mütləq şəkildə, yəni bu hardan qaynaqlar? Uşaq görür ki, evdə valideyn onu aldadır. Və gəlir məktəbə, məktəbdə də müəllimin şəxsiyyət pozukluğu var. Ədalətsizdir, qışqırır, evdəki problemləri məktəbdə gətir uşaqların üstünə tökür və s. Bu təhsil mühitinə mütləq şəkildə öz təsirini göstərir. Yəni mən çalışıram problemlərə getməyəm. Yəni təəssüf ki, bayaq mən dedim, bizim ailə dəyərləri ciddi bir formada zədələnir. Heç kimi başa düşmür, heç kimi anlamaq istəmir. O ona qışqırır, bu buna qışqırır, o ona belə deyir, bu bunu belə deyir. Biraz pul hərisliyi var, biraz mal hərisliyi var və bu təbii ki, insanlara öz təsirini göstərir və müəllimin də fəaliyyətinə öz təsirini təbii ki, göstərir. Amma müəllim evdəki yoldaşı ilə problemləri, hansısa maddi, mənəvi sıxıntılarını çalışmalıdır ki, sinifdə əks elətdirməsin. Yəni mən evdə yoldaşımla dalaşmışam, nə bilim, nəysə olubdur, gəlim sinifdə acığımı uşaqların üstünə töküm və s. olmalı deyil. Və mütləq şəkildə, yəni valideyn demək və müəllim nümunə olmağı bacarmalıdır. Yəni bu çox vacib bir məsələdir ki, biz normal şəxsiyyətlər yetişdirə bilək. Çünki mən indiki gəncliyə çox belə baxıram, məni ciddi bir formada narahat edir. Mən çalışıram o negativlərdən qaçım. Amma məsələn, baxıram, son vaxtlar ailə qurmaq istəməyən qızların sayı artır, dağılan ailələrin sayı artır. Ailələr fundamentdir. Yəni biz bu fundamenti
mütləq şəkildə qorumalıyıq, amma təəssüf ki, bunu tam bir formada hələ ki qoruya bilmirik. Burada digər bir önəmli məsələ, mən bu gün də çıxışımda onu qaldırdım. Yəni virtual mühitin, rəqəmsal mühitin uşaqların psixologiyasına təsiridir. Təəssüf ki, bu gün bizim ən böyük problemlərimizdən biri odur ki, özümüz də daxil olmaqla biz hamımız xəstələnmişik. Telefon xəstəsiyik, sosial media xəstəsiyik. Yəni bir insanın anası ölür, götürüb canlı yayım açır. Atası ölür, canlı yayım açır. Və sosial media və rəqəmsal mühit hazırki şəraitdə daha çox bizim əleyhimizə işləyir. Biz onunla öz aramızda məsafə qoya bilmirik. Konferanslara, təlimlərə, seminarlara gedirik. Ən birinci əsas hədəfimiz və məqsədimiz olur ki, tez bir şəkil çəkək, paylaşaq ki, mən filan yerdə oldum, burada oldum. Təbii ki, bu hamıya aid deyil. Amma göstərişə nisbətən insanlar bu reallıqda, hazırki vəziyyətdə daha çox meyillidirlər və bu vacib bir məsələdir. Mənim ən çox tövsiyə etmək istədiyim məsələlərdən biri müəllimlərin rəqəmsal bacarıqlarını artırmalarıdır. Pandemiya göstərdi ki, bizim elə müəllimlərimiz var, ümumiyyətlə kompüterdən istifadəni bilmir, texnologiyadan istifadəni bilmir. Bilirsiniz necədir? Mən şagirdəm. Mən sinifdə görəndə ki, müəllim düz əməlli slayd təqdim edə bilmir, texnologiyadan istifadə edə bilmir, mən müəllim haqqında fikirlərim zədələnəcək. Yəni, bugün təəssüf ki, elə müəllimlərimiz var, onların bu işdə köməkçi şagirdlərdir. Ola bilər bəzi məsələlər. Amma mütləq şəkildə, məsələn, biz pandemiyada internetlə bərabər bəzi müəllimlərimizin kompüterdən istifadə edə bilmədiyində şahid olduq. Az da amma var. Məsələn, mən bu yaxınlarda bir 5-6 gənclə görüşdüm. Azərbaycanın çox tanınmış bir universitetini bitiriblər. Kompüteri söndürüb yandıra bilmirlər. Adamlar klaviaturada belə-belə axtarırlar. Hərflərin yerini tapa bilmirlər. Yəni, müəllim eyni zamanda düşünürəm ki, proqramları yaxşı bilməli. Mən düşünürəm, belə insanlar azdır. Amma indi mən sizə öz təcrübəmdən bunu deyirəm ki, və inanmıram sizin aranızda elə olsa. Amma kompüteri siz mütləq şəkildə yaxşı bilməlisiniz. Mütləq şəkildə mənim müəllimlərə növbəti tövsiyələrimdən biri dil biliklərinin zənginləşdirilməsidir. Çalışın, xarici dil öyrənin, xarici dil biliyinizi artırın. Çünki bu sizə daha geniş bir dünyanın qarşınızda açılmasına öz töhfənizi verəcək. Yəni, siz ingilis dilində daha çox material, daha bilgi öyrənməyə çalışırsınız. Növbəti bir tövsiyəm, müasir dövrümüzün bəlası, həm də çox böyük elmi nailiyyəti süni intellekt. Süni intellekt bizim lehimizə də işləyə bilər, əleyhimizə də işləyə bilər. Amma bugün təəssüf ki, əksər hallarda süni intellekt bizim əleyhimizə işləyir. Artıq hamı bütün işlərini süni intellektdə görür və bu ona aparır ki, insanların araşdırma qabiliyyəti zəifləyir, insanlar tənbəlləşir, insanlar hazıra nazirləşir. Onu etməliyəm, atdım ora, ChatGPT-yə verdi mənə, onu atdım, elədi, verdi, bunu atdım, verdi, bunu atdı. Və birazdan sonra robot insanların sayı artacaq, düşünə bilməyən, araşdırma apara bilməyən, fikrini cəmləşdirə bilməyən və s. Yəni, bəli, bu bizim işimizi xeyli asanlaşdırır, amma buna kütləvi şəkildə meyil və hər şey onun üstünə atıb, kitabda yazır, senaridə yazır, işdə yazır, onu edir, bunu edir. Bunun müsbət tərəfləri ilə yanaşı gələcəkdə bizim
fərdi bilik və bacarıqlarımıza da mütləq şəkildə öz təsiri olacaq. Ona görə bu məsələdə də maksimal dərəcədə diqqətli olmalıyıq və çalışmalıyıq. Mənim növbəti bir tövsiyəm müəllimlərə yaxşı mənada sosial mediada fəal olmaqdır. Bugün bizim sosial media məzmunu və kontenti çox faciəvidir. Ancaq yemək, ancaq içmək, ancaq müğənnilər, ancaq musiqiçilər. Hesab edirəm ki, yəni indi bu çox müzakirə olunur. Sosial medianın bağlanması çıxış yolu deyil. Yəni biz sosial medianı bağlayacağıq, kimsə düşünür ki, olacaq dünyanın ən tərbiyəli cəmiyyəti, xeyr. Sosial media bizim real həyatı göstərir. Amma siz özünüz e, bu məsələdə çalışmasanız, fəal olmasanız, yaxşı, məsələn, mən baxıram bizim bəzi müəllimlərimiz var ki, çox fəaldılar. Keçdikləri dərsləri uşaqlarla paylaşırlar. Sosial mediada bəzi paylaşımlar edirlər. Yəni biz yaxşı mənada sosial medianın məzmununa və mahiyyətinə töhfə verməliyik. Çünki bilirsiniz, çox təəssüf ki, bilərəkdən, bilməyərəkdən son illər müəllimin nüfuzu çox zədələndi. Və bunu bizim bəzi rəsmi şəxslər də elədi, bəzi müəllimlərimiz də elədi. Biz müəllimin mütləq şəkildə müqəddəsliyini və müəllimin nüfuzunu mütləq şəkildə qorumalıyıq. Və bu bizim üçün olduqca vacib və olduqca önəmli məsələdir və biz buna hamımız çalışmalıyıq öz davranışımızla, öz yanaşmamızla, öz baxışımızla. Mənim növbəti bir tövsiyəm geyimlə bağlıdır. Mən bunu bir neçə dəfə demişəm. Bizim demək olar ki, mən müşahidə edirəm, müəllimlərimizin çoxu yaxşı geyinir. Amma bəzən müəllimə uyğun olmayan geyinənləri də mən görəndə çox təəssüflənirəm. Misal üçün 11-ci sinif şagirdi, 10-cu sinif şagirdi, bu artıq həddi buluğa çatmış bir uşaqdır. Və müəllim gəlir onun hüzuruna, ona dərs deyir, yubkası dizindən yuxarı və ya dar bir paltar geyinib və bir geyinibdir və bunu müasirliklə əlaqələndirir. Bu uşağın psixologiyasına, psixikasına mənfi təsir göstərir. Və bizim müəllimlərimiz həmişə nümunəvi geyiniblər, ağ, qara, şalvar və ya yubka. Amma indi bəzən mən baxıram, məni düşündürür. Hesab edirəm ki, bu uşaqların da düşüncəsinə, psixologiyasına baxır. Yəni, baxın, mən bir daha onu xüsusi vurğulayıram ki, siz elə bir vəzifəni tutursunuz ki, nə etsəniz uşaqlar onu sizdən götürəcək. Geyiminiz necədir, şagirdləriniz də elə olacaq. Siz və valideynlər. Necə danışırsınız, uşaqlar da elə danışacaq. Siz danışıqlarınızda rusça sözlər işlədirsinizsə, onlar da işlədəcək. Türkçə işlədirsinizsə, onlar da işlədəcək. Geyiminiz necədirsə, onlar da elə geyinəcək. Ona görə bu məsələdə də mən şiddətlə tövsiyə edirəm ki, bizim müəllimlərimiz mütləq şəkildə səliqəli, nizamlı, intizamlı formada geyinməyə və bunu həyata keçirməyə çalışmalıdırlar ki, onlar ciddi bir şəkildə nümunə olsunlar. Mən hələlik dayandırıram, çünki mən çox uzun danışdım. Mən çalışdım həm də daha çox mənəvi yönümlü olsun. İndi mən bütün çıxışlarımda o mənəvi yönə, mənəvi istiqamətə xüsusi önəm verirəm ki, çünki düşünürəm ki, biz mənəvi gücümüzü də gücləndirməliyik. Əgər indi kiminsə sualı varsa, yəni siz suallarınızı verə bilərsiniz, onları mən cavablandıra bilərəm. Təklif ola bilər, fikir ola bilər. Amma mən çox xahiş edirəm ki, qısa olsun. Yəni, yəqin ki, sizləriniz də çoxunuzun bugün son iş həftəsi, son iş günü olubdur ki, artıq saat 10-a yaxınlaşır. Qısa formada suallar varsa onlara biz alaq
fikir bildirən varsa çox qısa fikir bildirsin. Yəni burada əl işarəsi var. Əl işarəsinə əsasən siz bildirə bilərsiniz. Amma dediyim kimi yığcam qısa lakonlu. Aliyə xanım buyurun. Axşamınız xeyir Ceyhun müəllim. Axşam. Mən sizin tövsiyələrinizin hamısını qeyd elədim. Çox razı qaldım. Amma mən istəyərdim ki, siz özünüz məsələn liseylərə, məktəblərə gəlib bu söhbəti e, uşaqlarla da apararsınız. Çünki düzdür, biz özümüz də nümunəyik. Onlar dediyiniz hər şeylə razıyam. Mütaliə və s. Mən bu internet, WhatsApp çıxana qədər uşaqlarıma, şagirdlərimə həmişə dəftərin arxasında bir neçə kitabı tövsiyə edirdim. Kəllə və Dimnə, Qobusnamə, Əxlaqı Nasiri və s. İndi kitablar daha çox artıb. Yəni çox da tövsiyələr yox, amma məsələn sual verirəm ki, siz axırıncı hansı kitab oxumusunuz? Ki uşaqlarda yəni o fikir yaransın ki, biz həmişə mütaliə eləməliyik. Amma mən istərdim ki, siz uşaqlarla da görüşəsiniz. Yəni bu çox uşaqlara təsir edir. Müasir dövrdə uşaqların yaxşı sözə, faydalı sözə ehtiyacı var. Mən bunu Sizə, istəyirəm. yəni mən adətən demək olar ki, ay ərzində bir 5, 10, bəzən biraz aşağı məktəblərə gedirəm. Biz tez-tez gəzirik. Yəni əgər mənim səhifələrimi izləyirsinizsə, biz keçən 6-cı gün Cəlilabadda olduq, Şəkidə olmuşuq, Qubada olmuşuq, gedirik. Yəni mən sizin fikirləri tam bölüşürəm ki, mütləq şəkildə bu cür söhbətlərə, fikirlərə ehtiyac var. Sizin məktəb hardadır? Ehtiyac var, bəli. Çünki mən məsələn sizi bu görüşü nə həvəslə gözlədim və daxil oldum. Çünki sizi o gün məsələn Hamlet müəllimin kitab təqdim etmə mərasimində açıq, yəni adam tanıyıb, yəni hörmət sevir, tanıyır, hörmət eləyir. Yəni ona görə böyük məmnuniyyətlə sizi dinləmək mənə xoş oldu. Çünki həmin gün mən sizi necə deyirlər tam tanıdım. Ona görə canlı görmək, canlı söz eşitmək uşaqlara çox yaxşı. Mən fizika, riyaziyyat, informatika təmayüllü liseydə Hansı dərs deyirəm. məktəbdəsiz müəllimə? Fizika, riyaziyyat, Respublika Fizika, riyaziyyat, informatika təmayüllü liseydə, Elmlər Akademiyasında. Çox istəyərdim ki, Bəli. yəni mən onu həmişə demişəm, yəni rəhbərliyə də ki, alimləri, lap əvvəl məsələn alimlər bizə gəlirdilər. Rafiq müəllim gəlirdi, Əliyev, sonra Rami müəllim, Mahmudzadə, Allah rəhmət eləsin. Yəni amma məsələn indi müasir dövrdə yəni istəyərdim ki, uşaqlar çox ehtiyacı var yaxşı sözlərə. Mən də dərsdə tərbiyəvi bir 5 dəqiqə yəni onlara lazım olan qaydaları, məsələn, nə olar, nə olmaz. Çünki insan qayda ilə yaşamalıdır. Amma mən istəyərdim ki, məsələn, Ceyhun bəy də eşitsinlər canlı. Canlı eşidəndə yaddaşa yazılır. Bir dəfə mən uşaqları muzeyə apardım. Avropa liseyində onda. Yəni uşaq məsələn Abdullah Şaiqi muzeyinə Mindərəcəti açanda birinci Abdullah Şaiqi görürdü. Deyirdim ki, çünki biz onun evində qonaq olmuşuq. Artıq qeyd olunur. Ürəklərdə qeyd olunur, tanınır. Yəni neçə adam olsun, Ceyhun bəy məsələn tanıyacaqlar ki, bizlə söhbət eləyib. Yəni məncə çox vacibdir bu. Aydındır. Siz yəni əvvəl məktəb rəhbərliyi ilə danışın. Bəli. Razılıq olsa, sonra əlaqə saxlayarıq. Yəni Hı -hı. bizim biraz qrafik gərgindir. Mən böyük məmnuniyyətlə sizin məktəbə gələrəm inşallah. Amma Çox siz təşəkkür. onu razılaşdırın. Mənə də əvvəldən deyin ki, mən proqram qurum ki, çünki bizdə qrafik çox gərgindir. Gəlim Olar. görüşüm. Böyük məmnuniyyətlə mən görüşərəm, gələrəm inşallah. Olar, çox. Sağ olun. Əli iPhone kimdir? Burada bir Əli iPhone var. Eli iPhone kimdir? Adı görsənmir. Eşidirsiniz bizi? Əli yoxdursa, başqa şəxs varsa buyursun sualını Əli versin. deyil, o Əli mən Hə, valideynim, onun telefonu ilə Hə, girmişəm bildik ona müəllimə. görə. Hədə sözünüz varsa buyurun, ona görə Mənim söz. sözüm odur ki, müasir təhsil sistemi tələbə yönümlü yöntəmdə qurulubdur. Amma çox təəssüflər olsun ki, hələm də köhnə rejimlə müəllim-tələbə münasibətləri qurulur. Bu da biz bilirik ki, təlim, təhsil o vaxt keyfiyyətli olar ki, müəllim-tələbə münasibətləri normal olsun və sağlam psixoloji mühit yaransın. Amma çox təəssüflər olsun ki, avtoritar rejim əhəmiyyət kəsb edir. Bəzi müəllimlər bu rejimdən istifadə edir. Nəticədə də uşaq müəllimə nə hörmət qoyur, nə də onu dinləyir, nə də təlimin, təhsilin keyfiyyəti olur. Yəni bu yöndən demək istəyirəm ki, siz çox əhəmiyyətli
məsələlərə toxundunuz. Həm ali məktəb üçün, həm orta məktəb üçün. Yəni birinci növbədə onu qeyd etmək istəyirəm ki, müəllim-tələbə münasibətlərinin müasir dövrdə bildiyimiz kimi nə tələbələr, nə də şagirdlər əvvəlki şagirdlərdir, nə də tələbələrdir. Yəni müasir dövrün tələbələri tamamilə fərqlidir. Biz əvvəllər müəllim deyəndə ona ilahi qüvvə kimi baxırdıq, hörmət qoyurduq. Onun hər bir sözü ilə razılaşırdıq. Amma müasir gənclik başqa düşüncə tərzindədir. Ona görə də bu məsələlərə müəllim-tələbə, müəllim-şagird münasibətlərində biraz müəllim avtoritar yox, demokratik üsluba üstünlük verməlidir, həm də sağlam Müəllimə, psixoloji sualınızı ehtiyacı var. deyin. Bir də mən kiçik bir düzəliş edeyim ki, avtoritar rejimlərdə əksinə fərqli olur o dediyiniz məsələ. Avropa ölkələri demokratik ölkədir, onlarda da eynən tələbə yönümlülükdür və biz də demokratik ölkə olduğumuz üçün bizdə də tələbə yönümlülük üstünlük təşkil edir. Sualınızsa nədirsə konkretləşdirin, çünki suallarımız çoxdur. Aydındır. Yəni aydındır. Əslində biz eyni fikirləri danışırıq. Yəni siz də mən də bayaq dediyim, yəni fikirlərə gəlir. Yəni mən bayaq da dedim, biraz müəllimlər üçün qəribə gələ bilər. Yəni şagird mərkəzli, tələbə mərkəzli o deməkdir ki, şagirdin, tələbənin istəyi, mövqeyi müəyyən mənada nəzərə alınmalıdır. Yəni amma bu o deməkdir ki, güzəşt şəklində olmalıdır. Ona görə mən dedim ki, müəllim baxın, uğurlu müəllimlərin çoxu şagirdləri tərəfindən sevilən insanlar. Onun da kökündə o durur ki, müəllim öz şagirdi ilə dostluq münasibəti durur. Yəni dostluq dedikdə nədir? Bu o deməkdir ki, yəni onunla xoş rəftar edir, onu motivasiya edir, təşviq edir, düzgün yönləndirir. O mənada, yəni o fikirlərinizlə müəyyən mənada mən bölüşürəm və biz də onun üzərində dururduq. Uğurlar. Aygün xanım, buyurun. Axşamınız xeyir olsun. Hər kəsi mən də salamlayıram. Çox vaxtınızı almaq istəmirəm. İlk öncə Ceyhun müəllim, dəyərli fikrinizə görə təşəkkür edirəm. Bir Xəzər məzunu, Xəzər Universiteti məzunu olaraq sizi görmək, salamlamaq mənim üçün ayrıca xoşdur. Sualım ondan ibarət idi ki, yəni müəllimlərin peşəkar inkişafında biz davamlılığı təmin eləmək üçün, yəni necə şəxsi inkişaf planı qurmaq olar? Yəni nələri tövsiyə edirsiniz ki, biz nəzər yetirsək daha uğurlu bir müəllim kimi fəaliyyətimizi davam etdirə bilərik? Demək, burada belədir məsələ. Mən bunu bir neçə dəfə qaldırmışam. Vaxtı ilə bizdə bir müəllimlərin təkmilləşdirilməsi institutu var idi. Yəni müəllimlik peşəsi elədir ki, bu davamlı inkişaf tələb edir. Yəni müəllim kurslara cəlb olunmalıdır, təlimlərə cəlb olunmalıdır. İndi bu təhsil institutu arada edirdi filan da, amma bu formada yox da. Ona görə yəni o institutun bərpasına ciddi ehtiyac var. Mən düşünürəm ki, çünki baxın, mən hərdən sual verirəm ki, bu belə olması da təbiidir. Bizim təhsilimiz Avropa təhsilindən nə qədər geridədir. Misal üçün. Çünki biz Avropa deyilik. Nə qədər desək də biz təhsil sistemindən yeni ayrılmışıq. Amma biz nə dərəcədə bu bilik və təcrübələri əxs edə bilirik və götürüb tətbiq edə bilirik. Ona görə, yəni mənim ciddi bir formada tövsiyəm odur ki, yəni müəllimin düzdür, işi ağırdır, bəziləri repetitorluqla məşğul olur, amma mütləq şəkildə fərdi inkişafa vaxt ayırın, psixologiya vaxt ayırın. Vaxtınızın hər dəqiqəsinin qiymətini bilin, hər saniyəsinin qiymətini bilin və mütləq şəkildə davamlı olaraq mütaliə edin. Və indi bizdə təlimlər var, Türkiyədə var, dünyanın ayrı-ayrı yerlərində var. Onlara da qoşulmağa davam edin. Bilsiniz, insan beyni onda geri qalır ki, o mütaliə eləmir. Yəni, mütaliə çox önəmlidir. Öyrənmə çox önəmlidir və mən bayaq tövsiyə elədim. Biz təəssüf ki, əksəriyyətimiz psixologiyaya o qədər də ciddi yanaşmır. Müəllimlikdə psixologiya çox önəmlidir. Psixoloji kitablardır, əsərlərdir, sosioloji məsələlərdir. Və bu yöndə mən sizə davamlı olaraq mütaliə etməyi ki, bax, müəllim bugün tədrisdə hansı
texnologiyalar var, hansı yeniliklər var, bunları öyrənmək. Məsələn, bizim bayaq dediyim üstünlüyümüz odur ki, Türkçədə çoxlu kitablar var. Onlardan istifadə etmək çox önəmlidir. O mənada vaxtdan səmərəli istifadə, faydalı kurslar, təlimlər, seminarlar, konferanslar, mütaliələr, təhsil texnologiyalarının öyrənməsi. Bax, mən bunları sizə tövsiyə edirəm. Təşəkkür edirəm Ceyhun müəllim, ətraflı cavablandırdığınız üçün. Buyurun. Buyurun. Başqa sual var? Deyəsən yoxdur. Sual yoxdur deyəsən. Yoxsa Bir də mən, Rəqsanə Yusufova var, bir mən nəfər bir, deyəsən. bir Hə, də buyurun. mən hamınıza ciddi bir formada tövsiyə edirəm ki, mütləq şəkildə təlimlərdə sual verin, konferansda sual verin, seminarlarda sual verin, çəkinməyin. Yəni indi bu bir fürsətdir. Misal üçün siz millət vəkilləri ilə görüşürsünüz, tanınmış adamlarla görüşürsünüz. Mütləq şəkildə müəyyən suallar verərək özünüz üçün aydınlatmaları aparın. Buyur, Rəqsan xanım. Buyurun. Axşamınız xeyir olsun Ceyhun müəllim. Şamınız. Hər kəsi salamlayıram. Mən sizin iştirak etdiyiniz forumlarının demək olar ki, bir neçəsində iştirak etmişəm. Sizi dinləmək xoşdur. Bugünkü dəyərli fikirləriniz üçün də təşəkkür edirəm. Çox vaxtınızı almaq istəmirəm. Siz bir neçə dəfə toxundunuz, bugün də toxundunuz belə bir məsələyə. Müəllimlərin geyimi. İndi hal-hazırda bütün məktəblərdə şagirdlər üçün geyimlər var. Hər kəs tələb olunur ki, bu şagirdlər belə bir geyimdə mütləqdir ki, gəlməlidirlər ilin istənilən fəslində. Yəni Ceyhun müəllim, olmazmı ki, ya belə bir qərar, ya qayda, necə ki şagirdlərə qoyulur, müəllimlərə də xüsusi geyimlər deyilsin. Müəllimlərə də xüsusi geyimlər, necə deyim, necə şagirdlərə olur, müəllimlər üçün də belə bir geyimlər olsun ki, yəni müəllimlər şagird qarşısına həqiqətən müəllim geyimində çıxsın və bilirsiniz necədir, insanlar ilk öncə insana həmişə geyiminə görə hörmət edirlər. Mən düşünürəm ki, müəllim ciddi bir şəkildə şagird qarşısına çıxarsa, geyimi ilə yəni, yəqin ki, hörmət buradan başlaya bilər. Yəni müəllimlərə hörmətin başlanması sizcə geyimdən də başlaya bilərmi? Geyimin, makyajın, üz əməliyyatlarının rolu çox böyükdür. Yəni mən dedim, müəllim nümunədir. Yəni belə deyək də, gəlin, bax, mən şagirdəm. Mənim biraz da aydın olsun deyə kumirim kimdir, nümunəm kimdir? Mən müəllimə ideal şəxs kimi baxıram. Mən anama baxıram, bəzən də anama baxa bilmirəm, amma müəlliməmə baxıram. Çünki və mən görəndə ki, müəllim mənim arzuladığım şəxsiyyət deyil və mən ondan o nümunəni götürə bilmirəm, bu ciddi bir problem yaradılır. İndi bizdə tez-tez müzakirə olunur, bəlkə müəllimlər də vahid geyimə keçsin falan. Yəni bu biraz tez, amma mən düşünürəm ki, müəllimlərin məktəbə gəlməsinin norması olmalıdır. Bilirsiniz, bizdə biz son vaxtlar, mən mənfilərdən çox danışmaq istəmədim, bu mənada biz çox ciddi bir formada bizim cəmiyyətdə bir zövqsüzləşmə də gedir. Nə geyimlərin bilirlər, nə makyajların bilirlər, elə kişilər də 2 gündür mən bir neçə tədbirdəyəm. Ziyalı insanlardır, əyninə geyib cins şərbanı, qalustuq taxıb, üstündən də pencək. Cins hara, pencək hara, qalustuq hara. İndi ona görə mən düşünürəm ki, bunun mütləq şəkildə ən azından təlimat olmalıdır ki, müəllim auditoriya necə girməlidir. Yəni bu təkcə bizdə yox. Bugün bir dənə də internetdə getdi, bir müəllimə, yəqin siz də gördünüz, dedilər Nazirlik onu işdən çıxardı, indi bilmirəm nə dərəcədə düz idi, səhv idi. Mən izləyirəm, Türkiyədə də olur, bizdə də olur. Yəni baxın, yəni mən bayaq dedim, çox üstündə durmayım. Mən 11 yaşında gəncin qanı qaynayır. Və müəllim gəlir, dediyim formada bütün bədəni çöldə olan bir paltarla dərsə gedir.
Yəni bu ona görə bunun bir normalar olmalıdır, standartları olmalıdır. Ən azından vahid geyim forması olmaya bilər. Amma bir norma qoymalıyıq ki, sən məktəbə belə gəlməlisən. Yəni uşaq zövqü də, geyinməyi də, Bəli. oturuşu da, duruşu da müəllimdən. Ona görə bunun mütləq şəkildə olmalıdır və bu universitetlərdə də olmalıdır. Yəni mən bir o vaxt müsahibə vermişdim, bunu hamı paylaşmışdı. Təəssüf ki, biz tənqidə hazır deyilik. Mən orada demişdim ki, bəzi insanlar məktəbi, universiteti plyajla, çimərliklə səhv salır. Çimərlik paltarında universitetə gedir, ziyafət paltarında universitetə gedir, məktəbə gedir. Hər yerin özünün bir geyimi var və ona görə bəli, bunun bir standartlar, normalar halına gətirilməsinə hesab edirəm ki, ehtiyac var. Ən azından vahid geyim forması olmasa da, yəni qaydalar olmalıdır ki, müəllim hansı geyimlə məktəbə gələ bilər, hansı ilə gəlməyə bilər. Çünki indi elə bir proses gedir ki, bəzi insanlar bunu bizdə çox təəssüf ki, məcburam deməyə, bizim insanlar bəzən müasirliyi soyunmaqla səhv salırlar. Müasirlik Bəli, bəli. soyunmaq deyil. Soyunmaq heç bir halda müasirlik deyil. Müasirlik zövqlü geyinməkdir. Siz elə gözəl bir sərqəli paltar giyə bilərsiniz ki, çılpaq insandan da daha yaxşı görsənə bilərsiniz. Ona görə bu mənada bizim insanlarımız biraz buna çox gedirlər və ona görə bunun bir standartları işlənməlidir və bunun bir normaları olmalıdır. O fikirlə razıyam. Çox sağ Oldu. olun. Çox sağ olun. Buyurun, Təşəkkür ederim. Firuzə xanım, buyurun. Firuzə xanım, əməl Salam, olun. axşamınız xeyir Ceyhun müəllim. Axşamınız. Mən özüm sosial reabilitasiya mərkəzində pedaqoq kimi çalışıram, xüsusi uşaqlarla birlikdə çalışıram. Özümün ixtisasında ibtidai sinif müəllimi idi. Narahatçılığım ondan ibarətdir ki, gələcəkdə, yəni sinifdə, bir sinif mühitində çalışarkən normal uşaqlarla, yəni sonra sağlam imkanı məhdud uşaqlar arasında necə bir münasibət qurulmaq lazımdır ki, yəni sinifdə onların təlim tədrisinə təsir eləməsin. Yəni onlar arasında necə münasibət yaratmalıyam? Yəni valideynləri də mən bu işə qatmalıyam. Necə bir münasibət yaradım ki, normal uşaqlar sağlam imkanətli olan uşaqların fərqliliyini nəzərə ala bilsinlər. Yəni bunun üçün sizdən tövsiyə almaq istəyərəm. Demək, belə başa düşürəm, sizdə inklüziv təhsildir də, yoxsa necə? Bəli, mən özüm sosial reabilitasiya mərkəzində pedaqoq kimi çalışıram. Yəni aydın. Burada yəni mənim yəni düşünürəm ki, burada həmən o uşaqlarla, xüsusilə sağlam uşaqlarla ciddi bir iş aparmaq lazımdır. Onlarla davamlı bir danışıq aparmaq lazımdır. Həm onlarla, xüsusilə uşaqlarla, həm də valideynlərlə. Yəni uşaqlar, mən ona görə bunu dedim ki, biz onda normal cəmiyyət qura biləcəyik ki, qarşımızdakı insanı öz yerimizə qoya bilək. Və bu mənada, bu anlamda, yəni o uşaqlara izah eləmək ki, siz də belə ola bilərdiniz, siz də bu vəziyyətdə ola bilərdiniz və onlar da biz onlara dəstək olmalıyıq, onlara kömək olmalıyıq, onlara mərhəmətlə yanaşmalıyıq. Çünki mən həmişə bütün çıxışlarımda deyirəm, cəmiyyətləri saxlayan dəyərlərdir, mərhəmətdir, bir-birinə olan diqqətdir və burada təbii ki, valideynlərlə də bu söhbət eləməm. Mən bayaq bunun üzərində çox durdum. Yəni, müəllim alternativlər axtarmalıdır. Birinci uşaqla çalışmalıdır. Gördü alınmır, valideynlə çalışmalıdır. Yəni, bu çətin olacaq. Bəzən uşaq reaksiya verəcək, bəzən valideyn sizi anlayacaq, bəzən valideyn anlamayacaq. Çünki valideynin bir hissəsi, mən bayaq da dedim də, yəni tərbiyəsi yoxdur. Bir hissəsi. O başı pula qarışıb, mala qarışıb. Bəziləri vaxtı yoxdur uşağa ayırsınlar. Bəziləri isə uşağa vaxt ayırmaq istəmir. Ona görə siz bütün hallarda valideynlərə də, yəni mən tövsiyə edirəm, sinifdə bir xoşam gəlməz hal olanda mütləq şəkildə valideynlərlə bir danışmağa çalışın, ünsiyyət qurmağa çalışın, dil tapmağa çalışın.
Bəzən bu uğurlu olacaq, bəzən uğursuz olacaq. Amma siz bir çalışın və bunu çatdırmağa çalışın ki, sizin də övladınız belə ola bilərdi, uşaqlara deyin, siz də belə ola bilərdiniz. Biz bu uşaqlara, yəni diqqətlə, mərhəmətlə yanaşmağı bacarmalıyıq. Çünki bu sistemi qura bilməsək çətin olacaq. Bəli, çox sağ olun. Getdikcə xəstə uşaqların sayı artacaq və bu ciddi bir problemə çevriləcək. Biz Bəli, bu mən də bu narahat eləyir ki, yəni sözdə kəsməmək. bu körpünü qura bilməsə, məsələn, xaricdə bunu niyə üstündə bu qədər edirlər? Siz xaricə getsəniz, görün, onların işləməsi üçün, adaptasiya olması üçün onları işlədirlər. Onlara iş verirlər ki, onlar kənarda qalmasın. Çünki o xəstə, ya daha doğrusu sağlamlıq imkanları məhdud uşaqların sayı günü-gündən artacaq. Və biz bu sistemi qura bilməsək, bizim gələcəkdə işimiz çox çətin olacaq. Ona görə də bu çox vacib bir məsələdir. Firuzə xanım, sizin yenə sualınız var? Xeyr, çox sağ olun. Təşəkkür edirəm. Yaxşı, əl işarəsi qalıb ona görə. Yaxşı, başqa sual olan yoxdur. Burada bizim sual yazanların Burada Ceyhun müəllim daha çox xoş sözlər yazıblar, yəni sual yazmayıblar. Fikirlərinizə qatılıblar, təşəkkür ediblər. aydındır. Yəni ancaq təriflər yazılıbdı. Başqa sualı olan varsa buyursun. Yoxsa da Yoxdur. yekun. Xeyr müəllim, olarmı mən bir sual verim? Buyurun. Əslində suallarım çox idi, sağ olsunlar. Müəllimlər mənim yerimə səsləndirdilər geyimlə bağlı ki, müəllimlərin bir vahid geyimi olsa necə olardı? Yəni belə bir sualım vardı. Və yaxud da inklüziv təhsillə bağlı ki, siz necə fikirləşirsiniz? Yəni normal şəraitdə təhsil alan şagirdlər, inklüziv təhsil alan şagirdin bir yerdə təhsil alması, yəni düzgündürmü, yaxşıdırmı və yaxud da onların təhsili başqa olsa daha mı olar, ayrı olsa necə olar? Yəni bu haqqda bilmək istəyərdim. Yəni əslində bu sual məni də tez-tez çox düşündürür ki, bu necədir? Baxın, inklüziv təhsilin məqsədi sağlam və qeyri-sağlam uşaqların bir yerdə təhsil və adaptasiyasını nəzərdə tutur. Əgər biz bunu sinifdə edə biləcəksə, yəni elə bir ki, siz məktəbdə bunların arasında bir bağ və körpü yaradırsınız. Bunlar gələcəkdə artıq bir yerdə işləməyi bacaracaqlar, bir-birinə hörmət etməyi bacaracaqlar. Yəni, inklüziv təhsil budur. Biri də var ki, bunlar ayrı təhsil alır, onlar ayrı təhsil alır. Bunlar bir-birini tanımır, bir-birinə adaptasiya olmur, bir-birinə dəstək olmur. Bu, belə bir məsələ. Mən düşünürəm ki, inklüziv təhsil o vaxt effektivdir ki, o təhsili müəllim və ya məktəb qura bilir. Yəni, bunun uğuru asılıdır məktəbdən və müəllimdən. Yəni, əgər bunu biz düzgün qura biləcəksə, paralel apara biləcəksə, inklüziv təhsil töhfə verəcək. Yox, biz bunu qura bilməyəcəksə, yəni sağlamlıq imkanları məhdud uşaq qıraqda qalacaqsa, o inkişaf etməyəcəksə, uşaqlar onu ələ salacaqlarsa, uşaqlar onunla düzgün rəftarı öyrənməyəcəklərsə, bu artıq qeyri bir sağlam mühitə aparacaq. Ona görə burada asılıdır məktəbin və müəllimin bu sistemi və bu münasibəti qurmasından. Çünki mən ümumiyyətlə bir inancım var ki, məktəbdə hər şey müəllimdən asılıdır. Müəllim ki, girir, universitetdə də belədir, sinifə qapını bağlayır, 20 şagirdlə işləyir, müəllim girir auditoriya, 20 tələbəyə dərs deyir. Artıq burada proses müəllimlə onun şagirdi, tələbəsi, vicdanı, insafı Allah arasındadır. Yəni,
heç də bütün direktorlar, heç də bütün sistem gedib müəllimi 45 dəqiqə və ya 90 dəqiqə izləmir. Burada artıq ona görə müəllim faktoru çox önəmlidir və o mənada mən inklüziv təhsili dəstəkləyirəm, amma dediyimiz o mühiti və şəraiti yaratmaq şərti ilə və bunun yaxşı, maraqlı modelləri var, amma bunun üzərində ciddi işləmək lazımdır. Yəni mən sizə bir məsələni də deyim ki, o uşaqlar çox istedadlı uşaqlardır. Bilmirəm, indi mən bu yaxınlarda bizim bir Fuad var, tanıyarsınız bəlkə. Onun bir tədbiri getdim, anasının adını unuttum. Parça nədir, musiqi alətində ifa eləyir. Yaxşı demək şəkillər çəkir, rəsm çəkir. Yəni bu uşaqlarla işlənilsə, bu uşaqlar həyata çox yaxşı adaptasiya ola bilir. Məsələn var, bizim yaxşı indi mən gedirəm, məsələn bu qızlar var, Günel xanımın şagirdləridir, Rəvanə xanım var işləyən. Məsələn o uşaqlarla işləyəndə görürsən çox yaxşı, məsələn bir Rəvanə də var, mahnı oxuyan. Yəni bu uşaqlarla işləyəndə onların çox ciddi fitri istedadı var. Bu uşaqlar çünki sabah bir gün işləməlidirlər, dolanmalıdırlar, yaşamalıdırlar. Məsələn onlardan kimisi sənətə, peşəyə yönləndirirsə, onların artıq çörəyi var və heç kimin onların dəstəyinə ehtiyacı olmur. Və biz buna çalışmalıyıq. Məsələn, yaxşı rəsm əsəri çəkib pul qazana bilər, yaxşı mahnı oxuyub pul qazana bilər, yaxşı musiqi alətini ifa eləyib qazana bilər. Və biz bunun üçün çalışmalıyıq və buna yönəlməliyik. Çox sağ olun müəllim, təşəkkür edirəm. Sağ olun. Uğurlar sizə, sizin işdə çətindir. Çox sağ olun. O başqa yoxdur sual olan. Deyəsən yox. Həsən yekunlaşdıra bilərik. Hə, bəli, yekunlaşdıraq. Zəyə müəllim sizə təşəkkür edirik. Çox sağ olun. Sağ olun, uğurlar hər birinizə. Çox xoş oldu, müvəffəqiyyətlər. Siz müqəddəs peşə sahiblərisiniz. Yorulmayın. Bir də çalışın, daxili tarazlığınızı qoruyasınız. Negativ insanlardan, negativ hisslərdən uzaq olasınız. Mənəvi dayağınızı güclü saxlayasınız. Yol nədir? Tez-tez Allaha şükür etmək, dua etmək və yaxşı insanlarla oturub durmaq. Hər birinizə uğurlar. Oldu. Sağ olun, təşəkkür edirik. Sağ olun.